Xoş gəlmişsiniz, xoş gördük Murad bəy. Xoş gününüz olsun, sabahınız xeyir olsun. İlk olaraq mən də qoşuluram sizin gözəl bir sözlərinizə və Azərbaycan xalqını bu gözəl bayramımızla təbrik edirəm. Təşəkkür edirik, çox sağ olun. Laçından danışırıq bugün. İki önəmli hadisəyə ev sahibliyi eləyir Laçın. Həm Beynəlxalq Hava Limanının açılışı, əlbəttə ki, liderlərin burada iştirakı, digər məsələ isə zirvə toplantısı və oradan ötürüləcək mesajlar. Biz bunu danışırıq, müzakirə edirik. Çünki önəmli məsələdir. Sadəcə olaraq regionla bağlı, həm də ki, dünyanın gözünün Qarabağda olduğunu deyə bilərik. Bu mənada bugün haraları hansı mesajlar ötürüləcək dediyimizdə nələrin üzərində dayanırsınız? İlk olaraq onu nəzərə almaq lazımdır ki, 107 il bundan əvvəl Azərbaycan müstəqilliyini ilk dəfə olaraq şərqdə elan eləyəndə demokratik respublika kimi və bu günləri 107 il bundan keçmiş bizim Qarabağımızda, Laçınımızda həmən bu iki dövlətin rəhbərlərinin səfəri, iştiraki, birgə zirvənin keçirilməsi bu əlbəttə ki, həm simvolikdir, həm də siz düzgün toxundunuz ki, bu həddindən artıq çox böyük mesajlardır müxtəlif qüvvələrə ki, Azərbaycan, Türkiyə, Pakistan qardaşlığı möhkəmdir, davamlıdır və daimidir. Burada nəzərə almaq lazımdır ki, biz böyük bir problemimizi, Qarabağ problemimizi həll eləyərkən bizə ilk olaraq mənəvi dəstəyi verən məhz Türkiyə və Pakistan qardaş xalqları idi və bu baxımdan bu dostluğun artıq bu qardaşlığın biz nəticəsini görmüşük və bu gündən sonra da bu birliyi məhz regionda təhlükəsizliyi, Azərbaycanın müstəqilliyinin davamlı olmasına nəzər almaq lazımdır ki, Pakistan dövləti qoy çoxları eşitsinlər. Yeganə müsəlman ölkəsidir ki, onun nüvə silahı da var və orta mənzilli bu nüvə silahı daşıyan raketlər də var. Bu baxımdan Türkiyə NATO'nun ikinci quru qoşunlar üzrə güclü dövləti, nüvə silahına malik olan Pakistan və Azərbaycan. Bu birliyin gücü nə deməkdirsə artıq çoxları üçün məlumdur. Və bu baxımdan mən hesab edirəm ki, lazım olan nöqtələr bu mesajı alacaqlar da və nəzərə də alacaq, qəbul edəcəklər. Laçından danışaq istəyirəm. Laçının bugünkü hava limanı çox önəmlidir. Həm də ona görə önəmlidir. Əlbəttə ki, orta dəhliz layihəsinin inkişafına təkan verən bir hava limanıdır. Həm ona görə önəmlidir ki, hava limanı çox önəmli bir strateji yüksəklikdə yerləşir. Hətta Sovet dönəmində də yüksəklikdə yerləşən hava limanları siyahısına daxil olmuşdur Laçın aeroportu. Bu mənalarda yerləşmə yeri, eyni zamanda Laçının özünün strateji mövqeyi önəm kəsb edir. Həmçinin də Ermənistanda belə bir isterika yaranıb ki, artıq məhz bu üç liderin orada olması bir başqa mesajdır. Laçının seçilməsi və Laçında belə bir yüksəklikdə hava limanının tikilməsi, açılması bir başqa mesajdır. Bu baxımdan istəyirəm ki, dəyərləndirmə də aparaq ki, ermənilər hətta bunu bu cür qəbul edirlər ki, Azərbaycanın Ermənistana nəzarəti deməkdir. Hətta üç ölkənin Ermənistana nəzarəti deməkdir və onların ürəyində də bir qorxu var. Nələr dəyərləndirə bilərsiniz? Artıq Ermənistan Azərbaycanın nəzarətindədir və bunun baiskarı məhz Ermənistanın özünün regionda apardığı siyasətin nəticələridir. Vaxtilə Laçın koridoru deyilən bir termin var idi, indi artıq bu yoxdur və ümumiyyətlə Laçın yolu ilə Ermənistan məhz Qarabağı işğal üçün yol açmışdı. Bu baxımdan Laçının nə qədər strateji vacib nöqtə olduğu region üçün çox vacib məqamdır. Siz düzgün toxundunuz ki, hava limanı Laçında tikilərkən yüksəklikdədir və mən deyə bilərəm ki, texniki cəhətdən də bu hava limanını tikmək, həyata keçirtmək, bu işləri dağların arasında orada həddindən artıq çox böyük işlər görülüb. Dağlar yarılıb və s. Bu onun göstəricisidir ki, Azərbaycan dövləti bu günləri istənilən yüksək texnoloji məsələni də həll eləməyə qadirdir. Və bu 30 il işğal nəticəsində Ermənistan və ona dəstək verən böyük xarici qüvvələr Qarabağda nələr etmişdilər, özlərindən sonra nələr qoymuşdular və bu Qarabağı azad eləyəndən sonra Azərbaycan, ona dəstək verən Türkiyə, Pakistan qardaş xalqları ilə birgə
Biz hansı işləri görürük? Bu da bir nümunədir. Bütün dünya ictimaiyyətinə qoy görsünlər. Bizim yanaşmamız, onların yanaşması. Ermənistan siyasətinə gələndə mən onu toxunmaq istəyərdim ki, Ermənistan üçün artıq xəritə çəkilib və bu xəritə ondan ibarətdir ki, Ermənistan tərəfi bizim ilk müharibə bitəndən sonra irəli sürdüyümüz sülh müqaviləsinə şərtləri tezliklə qəbul eləməlidir. Xüsusi olaraq Ermənistan öz konstitusiyasındakı olan iddialardan geri çəkilməlidir. Zəngəzur koridoru ilə bağlı bütün Azərbaycan şərtlərini həyata keçirməlidir və bu yolda Ermənistan ancaq və ancaq özünə rifah tapa bilər Cənubi Qafqazda. Amma hansısa kənar qüvvələrə yenə də arxayın olmaq və s. onlar üçün bax bu üçlüyün düyünləri Laçında beynəlxalq hava limanı açılışında iştirak eləməsi, bir yerdə tədbir keçirməsi həddindən artıq siz qeyd etdiyimiz kimi böyük bir mesaj olacaq. Hava limanı layihəsinin həm də orta dəhlizə təsirindən bağlı sualı ünvanlayanda qeyd elədim. Detalı önəmli bir detaldır. Çünki biz bilirik ki, Pakistan-Hindistan gərginliyi olmuşdu. Orada da məhz orta dəhliz məsələsi önəmli idi. Hindistanın əsas məqsədlərindən biri orta dəhlizlə bağlı kartları qarışdırmaq idi. Əlbəttə ki, Çin amili burada vurğulanmalıdır. Bu baxımından Pakistanın bugün hava limanının açılışında iştirak etməsi Şahbaz Şərifin, eyni zamanda məhz hava limanının nəqliyyat qovşaqları baxımından əhəmiyyətini də vurğulayaq istəyirəm. Əlbəttə ki, birinci növbədə siz düzgün toxundunuz ki, burada dəhlizlərin məhz İranın da, üzr istəyirəm, Hindistanın da maraqları var. Ona görə ki, Hindistan vaxtı ilə İran ərazisindən Ermənistan vasitəsilə dəhliz keçirmək istəyirdi. Amma bu dəhlizin heç bir perspektivləri yox idi. Amma buna baxmayaraq müxtəlif cəhdlər eləyirdi və Ermənistana da buna görə dəstək verirdi və s. Amma reallığı nəzərə alsaq, bu günləri inkişaf eləyən məhz orta dəhlizdir. Bu Çindir, bizim Orta Asiyada olan Türk qardaş dövlətlərimizdir, Azərbaycandır, Türkiyədə və s. Və bu dəhliz artıq inkişaf eləyir. İstər dəmir yolu, istər avtomobil və xüsusi olaraq gələcəyi nəzərə alaraq Azərbaycan həddindən artıq diqqət yetirir Türkiyə ilə bir yerdə məhz hava məkanlarına da. Bu baxımdan biz Qarabağı götürsək, Qarabağda işğal olmuş Qarabağda artıq 3-cü hava limanımızdır və hər bir bu 3-cü hava liman beynəlxalq statusa malikdir və gələcəkdə müxtəlif yükləri daşınmasında əlbəttə ki, onlar öz strateji rolunu oynayacaq. Artıq biz kadrlardan da görürük ki, Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Laçın Beynəlxalq Hava Limanına yaxınlaşır. Biz az sonra həmin o tarixi kadrları da təqdim eləyəcəyik ki, üç ölkə lideri bu açılışı həyata keçəcəklər və daha sonrasında zirvə toplantısı olacaq. Mən istəyirəm ki, zirvə toplantısından da bir qədər biz danışaq. Veriləcək mesajlardan danışırıq, amma zirvə toplantısında həmçinin də region üçün önəmli məsələlər də müzakirə olunacaq. Azərbaycan-Ermənistan normallaşma prosesi, sülhlə bağlı mesajlar olacaq. Bu baxımından zirvə toplantısını önəmli necə dəyərləndirirsiniz? Mən hesab edirəm ki, bu region üçün çox vacibdir. Bir qədər bundan əvvəl mən Pakistanın da, Türkiyənin də hərbi cəhətdən, təhlükəsiz cəhətdən potensialını qeyd elədim. Siz də toxundunuz, bir qədər əvvəl Hindistanla Pakistan arasında hərbi münaqişə baş vermişdi və burada Azərbaycanla Türkiyənin birbaşa olaraq açıq Pakistana dəstəyini qeyd etmək lazımdır və məhz Pakistan bu hərbi hadisələrdə qalib gəlməsində nəzərə almaq lazımdır. Bir daha Pakistan sübut elədi ki, regionda güclü dövlətdir. Hindistan kimi dünyada ən çox əhalisi olan dövlətə də qalib gəlməyə imkanları olan bir dövlətdir. Bu baxımdan hər bu üç dövlətin rəhbərlərinin Laçında bu günləri bu zirvə toplantısının keçirilməsi əlbəttə ki, həm region üçün, mən hətta deyərdim ki, regiondan kənar qüvvələr üçün də böyük bir mesajdır. Hər birləri başa düşəcəklər ki, hər hansı bir siyasəti, istər Cənubi Qafqazda, istər regionda keçirmək istəyirlərsə, məhz bu üç dövlətin maraqlarını bir mənalı olaraq nəzərə almalıdırlar. Aydındır. Bir daha vurğulamaq istəyirik. Hazırda biz Laçın Beynəlxalq Aeroportundan, hava limanından canlı kadrları təqdim edirik və canlı kadrlarda artıq görürük ki, Rəcəb Tayyib Ərdoğanın təyyarəsi eniş elədi hava limanına və son olaraq təyyarənin hərəkətini görürük. Artıq bir neçə dəqiqə sonra Rəcəb Tayyib Ərdoğanın hava limanına enişini müşahidə edəcəyik. Daha sonra isə həmin o hava limanının açılışı mərasimi başlanacaq. Bu əlbəttə ki, çox önəmli görüntülərdir, sizə təqdim etdiyimiz və tarixi anlardır. Bir
bir daha vurgulamaq istədiyimiz məqam bundan ibarətdir. Və Murad bəy, bu anda əlbəttə ki, biz həmişə müşahidə elədiyimiz o qardaşın qardaşı qarşılama kadrları olur və çox səmimi kadrları görürük. Artıq görürük ki, hazırlıq da başlayıb, xalının sərildiyini görürük və gözəl, möhtəşəm kadrlardır. Bu anda vurgulamaq istədiyiniz, demək istədiyiniz məqamları da alaq sizdən. Bilirsiniz, mən qürur hissi keçirdirəm. Hər dəfə hava limanları Qarabağda, azad olmuş torpaqlarımızda açılış olanda, istər Füzuli hava limanını, istər Zəngilan hava limanını talih elə gətirib ki, mən televiziyada bunu şərh eləmişəm. Bu səfər də Laçın hava limanına siz məni dəvət elədiniz. Yenə də mən bunu şərh eləyirəm. Bu Azərbaycanın gələcəyi deməkdir. Bu Azərbaycanın büyünən, müstəqilliyi, möhkəmliyi nümunəsi deməkdir. Mən hesab edirəm ki, iki qardaş xalqın Azərbaycanın yanında olması, hər bir çətin vəziyyətdə bir-birlərinə dəstək olması. Gəlin biraz tarixi yada salaq. Pakistanda təbii hadisələr baş vermişdi. Azərbaycan dəstək oldu. Türkiyədə zəlzələ ilə bağlı Azərbaycan dəstək oldu. Bizim Qarabağ məsələmizdə Pakistanla Türkiyə bizə dəstək oldu. Bu qardaşlıq hər zaman daimi olmalıdır, əbədi olmalıdır və olacaq da. Biz bayaqdan mesajlardan danışırıq. Əlbəttə ki, burada bir neçə amili də vurguladıq Ermənistana, Hindistana olan mesajlardan və bu sadəcə regional məsələ deyil. Bütün dünyanın gözü bugün Qarabağdadır, Laçındadır, onu qeyd edir. Əlbəttə ki, Şahbaz Şərəfin İrandan Azərbaycana gəlməsi də önəmli təhlil edilir. İranla hazırda Pakistan münasibətləri ilə bağlı bir nöqteyi nəzərdən, həmçinin də İranın regionda apardığı siyasət baxımından önəmli təhlil edilir. Bu mənada məhz Şahbaz Şərifin İrandan sonra Azərbaycana gəlməsi və Azərbaycandakı bu görüntülərlə bağlı bəs hansı mesajlar ötürülür? Demək lazımdır ki, o hətta təkcə İranda yox, Türkiyədə də olmuşdu və Azərbaycana gəlməsi bu onun göstəricisidir ki, bugünkü dünyada biz görürük ki, artıq beynəlxalq təhlükəsizlik sistemi elan olunmuş BMT, ATƏT təşkilatlar tərəfindən heç də təmin olunmur. Və bu baxımdan dövlətlər məhz o təhlükəsizliyi, iqtisadi inkişafı təmin eləmək üçün, insanların rifahını artırmaq üçün regional əməkdaşlığa, regional təhlükəsizliyə daha da çox diqqət yetirirlər. Bu baxımdan Pakistanın bu rəhbərinin istər İrana səfəri, oradan sonra Azərbaycana birmənalı olaraq müsəlman dövlətlərinin dəstəyini qazanmasıdır və həm də onu demək lazımdır ki, məhz Hindistanla həmin o hərbi müdaxilə vaxtı bütün müsəlman ölkələri Pakistanın arxasında oldu, yanında oldu. Bunu da qeyd etmək lazımdır. İrana qalanda onu da qeyd etmək lazımdır ki, bir qədər əvvəl İranın prezidenti Azərbaycana da səfər etmişdi və bu da onu göstərir ki, Azərbaycan tərəfi baxmayaraq ki, dünyada müxtəlif hadisələr baş verir, bir mənalı olaraq qonşularla münasibətləri normal qurmağa, iki tərəfli əməkdaşlıq, iki tərəfli maraqlardan irəli gələn əməkdaşlığı təmin eləmək üçün əlindən gələni eləyir. Və mən hesab edirəm ki, məhz ölkəmizin inkişafı üçün, müstəqilliyimizin möhkəmlənməsi üçün bugünkü gündə ən vacib amillərdən biri regional əməkdaşlıqdır. Və məhz Azərbaycan Türkiyə ilə bunu çox yaxşı formada aparır və biz artıq kadrlardan da görürük ki, Rəcəb Tayyib Ərdoğanın təyyarəsi hava limanına tam olaraq eniş etdi. Hazırda onun qarşılanması üçün Fəxri Qaravul dəstəsi hazırlanır və bir neçə dəqiqədən sonra biz artıq tam olaraq görəcəyik ki, Türkiyə lideri eniş eləyir və daha sonra isə o önəmli hadisə baş verəcək. Bugün bir daha vurğulayaq ki, bütün dünyanın diqqəti Laçındadır, Qarabağdadır. O mənada ki, sadəcə olaraq Laçında hava limanı açılmır bugün. Bugün Azərbaycanın müstəqilliyinin 107-ci il dönümündə məhz Azərbaycan eyni zamanda Türkiyə və Pakistan liderləri bir araya gəlirlər. Buradan dünyaya mesajlar ötürürlər, Laçından mesajlar ötürülür. Həmçinin zirvə toplantısı gözlənilir ki, bu toplantıda da kifayət qədər önəmli açıqlamaların olacağı ehtimal edilir və digər tərəfdən də vurğulamaq yerinə düşər ki, Laçın hava limanı o mənada önəmlidir ki, işğaldan azad olunan ərazilərdə tikilən 3-cü beynəlxalq hava limanıdır və artıq bu 3-cü beynəlxalq hava limanının açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir. Bundan öncə Füzuli və Zəngilan hava limanlarının açılışında da qardaş ölkənin liderini biz görmüşdük və mən istəyirəm ki, bu məqamda Murad bəy, sizlə davam edək müzakirələrimizə. Əlbəttə ki, bundan öncəki vurğuladığı hava limanlarının açılışında da Rəcəb Tayyib Ərdoğanın gəlişini görmüşdük və onun ziyarəti, oradan da önəmli açıqlamalar təqdim edilmişdi. Məhz Rəcəb Tayyib Ərdoğan bu mənada
bir çox şeyləri həm əlbəttə ki, Azərbaycanla iqtisadi siyasi əməkdaşlıqla qeyri-ziyadə bu kimi önəmli hadisələrdə də öz dəstəyini göstərir və öz iştirakını göstərir. Biz görürük onun hər məqama, hər detala xüsusi yanaşdığını və xüsusi önəm verdiyini və bu mənada Azərbaycan xalqı üçün Rəcəb Tayyip Ərdoğanın səfərinin bir başqa mənası da var. Qardaş dəstəyini görürük biz. Sizin fikirlərinizi alaq. Siz Türkiyə prezidentinin bu hava limanlarına səfərlərindən danışdınız. Zəngilan hava limanı açılışında mənim yadıma bir hadisə qalıb. O təyyarədən çıxarkən, trapdan düşərkən sola baxıb, sağa baxıb, sonra əli ilə də beləsinə bir işarə göstərib. Bu onu deməkdir ki, Türkiyə prezidenti də Azərbaycan xalqı kimi sevinir Azərbaycanın nailiyyətlərinə, Azərbaycanın gördüyü Qarabağda bərpa işlərinə. Bəli, Türkiyə də bizə dəstək verir, Türkiyənin şirkətləri bu işdə fəal iştirak edirlər. Azərbaycan üçün Türkiyə prezidentinin Azərbaycanın müstəqilliyinə dəstək olması, Azərbaycanın Qarabağ məsələsində bir mənalı olaraq bizə mənəvi dəstəyi verməsi, bunlar hamısı bizim xatirəmizdə qalır, heç vaxt yadımızdan çıxmayacaq və bu bizim üçün böyük dəstəkdir. Və bu günləri bizim hər bir sevincli günümüzdə, belə bir əhəmiyyətli hadisələrdə onun iştirakı da bir daha göstərir onun Azərbaycan xalqına, Azərbaycan dövlətinə və Azərbaycan prezidentinə olan hörmətini. Bəli, siz vurğuladınız Türkiyə ilə Azərbaycanın əməkdaşlığının, həmçinin də iqtisadi tərəfləri var. Biz bilirik ki, Qarabağın yenidən qurulmasında Türkiyə şirkətləri çox yaxından iştirak edirlər. Bu mənada Pakistan Baş nazirinin də bugün Qarabağda olması, gələcəkdə Pakistan şirkətlərinin bu cür investisiyalar yatırması baxımından necə dəyərləndirilir? Yəni biz Pakistanla bu istiqamətdə əməkdaşlığımızın bugün genişlənməsinin təməlini mi qoyduq? Bilirsiniz, bu 44 günlük müharibə gedən vaxtı cənab prezident İlham Əliyev bir fikir söyləmişdi ki, bu müharibə bitəcək və müharibə bitəndən sonra bir çox ölkələr bizi ilə çalışacaqlar əməkdaşlıq eləmək, xüsusi olaraq Qarabağın bərpa işlərində. Və biz o zaman birinci növbədə bizə dəstək olan, bizə qardaş olan, bizə dost olan dövlətlərə əhəmiyyət verəcəyik. Və bu günləri biz bunu görürük. Məhz Türkiyə şirkətləri, bəli, Pakistan şirkətləri və hər zaman bizim çətin günümüzdə bizim ədalətli mübarizəmizin yanında olan, ona dəstək verən dövlətlərin şirkətləri əlbəttə ki, birinci növbədə bu işlərdə iştirak edəcəklər. O ki, qaldı Pakistanla bağlı bir şey də qeyd eləmək lazımdır ki, Pakistan nümayəndə heyətini siz fikir verin, həddindən artıq çox hərbiçi var idi və bu onu göstərir ki, həm də hərbi cəhətdən Azərbaycanla Pakistan əməkdaşlığı daha da inkişaf eləyəcək. Artıq Azərbaycan elan edib ki, Pakistana məxsus olan hərbi təyyarə, müasir hərbi təyyarələrə üstünlük verir və bu ilə bağlı danışıqlar gedir. Bu baxımdan mən hesab edirəm ki, Azərbaycan-Pakistan əməkdaşlığı çox genişdir. Azərbaycan Pakistanda tikinti işlərində iştirak edir və Pakistan dövlətinin potensialını nəzərə alaraq, yenə də qeyd edirəm, Türkiyənin potensialını nəzərə alaraq qeyd edirəm ki, bu əməkdaşlıq həddindən artıq həm Azərbaycan üçün, həm də region üçün strateji məqsəd daşıyır. Hərbi əməkdaşlıqdan danışdınız. Mən istəyirəm ki, həm Türkiyə ilə, həm də Pakistanla birgə keçirilən hərbi təlimləri xatırlayaq bu arada. Əlbəttə ki, 3 qardaş təlimləri keçirilmişdi Türkiyə, Pakistan və Azərbaycan arasında. Əlbəttə, Türkiyə ilə də hərbi təlimlərimiz mütəmadi olaraq davam edir. Burada qardaş yumruğu hərbi təlimlərini xatırlatmaq yerinə düşərdi. Hərbi əməkdaşlıq daha da genişləndirilir. Əlbəttə ki, müdafiə sənayesində müxtəlif silahların alınması məsələsi öz yerində. Digər tərəfdən biz yaxınlarda yeni hərbi təlimlər, bunların şahid ola bilərikmi ki, biz Türkiyə ilə bu istiqamətdə çox geniş iş aparırıq. Azərbaycan ordusunda biz görürük ki, Türkiyə hərbiçilərinin müəyyən, belə deyək, təlimlərindən əlavə eyni zamanda Türkiyə modelinin tətbiqi ilə bağlı da yaxından iştirakını. Bu mənada Pakistanla əməkdaşlığımız hansı məcrada inkişaf edəcək? Nəzərə almaq lazımdır ki, Pakistanın hərbi sənaye kompleksi bu günləri həddindən artıq inkişaf etmiş bir istiqamətdir və bu baxımdan onların nailiyyətləri Azərbaycan ordusu üçün, Azərbaycan Silahlı Qüvvələri üçün çox vacibdir. Bəli, siz düzgün qeyd elədiniz ki, bizim silahlı qüvvələrimiz daimi olaraq Türkiyə ilə və Pakistanla əməkdaşlıq eləyir, təlimlərdə iştirak edirlər. Bizim xüsusi xidmət qoşunlarımızın
hazırlanmasında Pakistanın silahlı qüvvələrinin çox böyük əhəmiyyəti olub, Türkiyənin də olub. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyətimiz davam eləyəcək. Bilirsiniz ki, bizim Türkiyə ilə Şuşa deklaratsiyamız imzalanıb və hər iki parlament tərəfindən, istər Azərbaycan, istər Türkiyə tərəfindən bu artıq ratifikasiya olunub. Bu istiqamətdə bizim böyük işlərimiz var gələcəkdə. Hesab edirəm ki, bu fəaliyyətə çox güman ki, gələcəkdə Pakistan da qoşulacaq və hətta bu üçlüdə dayanmayıb, mən hesab edirəm ki, bu nümunə qardaş Türk dövlətlərimizə də yayılacaq gələcəkdə. Vurğulayırsınız ki, Türkiyənin imzaladığımız Şuşa bəyannaməsi kimi hər tərəfli əməkdaşlıq özündə əks etdirən bir bəyannamə məhz Pakistanla imzalana bilər. Hesab edirəm ki, bu gələcəkdə mümkündür və hesab edirəm ki, vacibdir də və hər iki tərəf kimi maraqlı olacaq, həm Azərbaycan üçün, həm Pakistan üçün, həm də Türkiyə üçün. Artıq bizim üç ölkəmizin rəhbərlərimizin əməkdaşları o səviyyəyə çatıb ki, hesab edirəm ki, belə bir sənədin imzalanmasının da vaxtı gəlib çatıb. Bu sənəd həm sadəcə olaraq üç ölkənin birlikdə hər tərəfli əməkdaşlığı yox, bir çox da ölkələr üçün qorxu mənbəyi ola bilər. Bir çox ölkələr üçün də arzu olunmaz bir sənəd ola bilər. Çünki Türkiyə-Azərbaycan qardaşlığı kifayət qədər qorxu salır və əks səda doğurur, belə deyək. Pakistanla bəs belə bir sənədin imzalanması daha çox kimlərin oxunu biz tərəfə çevirə bilər? Əlbəttə ki, bu Ermənistandır, Fransadır, Hindistandır, bunları narahat eləyəcək. Amma mən hesab edirəm ki, bu fəaliyyət davam olunmalıdır. Ona görə ki, biz görürük ki, Hindistan da sakit qalmır. Müxtəlif silahlarla Ermənistanı silahlandırmağa çalışır. Biz Fransa tərəfindən də bu addımları görürük. Yəni, bu bugünkü günü onların bu fəaliyyəti bu üçlüyün regionda olan gücünə hər hansı bir təsir eləməyəcək. Amma yəni bu faktordur, bunu biz nəzərə almalıyıq. Bu baxımdan bu üçlüyün fəaliyyəti yaxın bu sahə üzrə işləri çox vacibdir. Bizim yadımızdadır bu Hindistan-Pakistan münaqişəsi dönəmində Azərbaycanın Pakistana dəstəyindən dolayı olaraq Hindistan tərəfindən müəyyən sosial mediada olsun, təxribatlar həyata keçirildi. Daha sonra hətta öz vətəndaşlarını Azərbaycana səfər etməməyə məsləhət görürdülər və bu kimi hallar yaşandı. Şahbaz Şərifin Azərbaycan səfəri və sözü gedən istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi Hindistan tərəfindən Azərbaycana qarşı başqa hansı addımların atılmasına gətirib çıxara bilər? Bilirsiniz, Hindistanı biz götürəndə bu günləri həmən o fəaliyyəti həyata keçirdən Hindistanın bugünkü hakimiyyətdə olan Respublika Partiyasıdır və onun rəhbəri bugünkü onun baş naziridir. Onun seçki vaxtı, ritorikası İslamofobiya, Türkiyofobiya üstündə qurulmuşdu və onun nəticəsində o seçilib baş nazir olmuşdu. Və ondan sonra da bu istiqamətdə fəaliyyəti ilə o öz reytinqini ölkədə saxlayırdı. Amma bu fəaliyyət Hindistan üçün heç bir xeyri gətirmədi və son hərbi münaqişədə də onlar gördülər ki, Pakistan tərəfindən aldıqları hərbi cavab onlar üçün həddindən artıq sarsıdıcı oldu. O ki, qaldı Azərbaycana. Azərbaycan Hindistanla daimi olaraq iki tərəfli münasibətləri qorumağa çalışıb və əməkdaşlığa da çalışıb. Amma Pakistanla Hindistan arasında olan münaqişədə biz başa düşürük ki, ədalətli tərəf Pakistandır. Baxmayaraq ki, biz dostuq, qardaşıq. Baxın, görün, bu hadisələr baş verəndə Hindistanı heç bir dünyadakı dövlət dəstəkləmədi. Amma bütün dünyada olan müsəlman dövlətlər, Türk dövlətlər hamısı Pakistanı dəstəklədi. Çin Pakistanı dəstəklədi. Hətta Avropa ilə Amerikanı götürəndə onlar hardasa neytral yanaşdılar bu məsələyə. Amma baxın, maraqlı bir faktı qeyd edəcəm. Beynəlxalq valyuta fondu... Burada vurğulamaq istəyirik ki, Prezident İlham Əliyev artıq Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin qarşısına doğru irəliyir. Artıq Rəcəb Tayyib Ərdoğanı biz görürük təyyarədən aşağı enməyə hazırlaşır və iki ölkə lideri qarşılanma mərasimini artıq həyata keçirəcəklər.
kadrları təqdim etdik. Əlbəttə ki, açılış mərasimini artıq gördük, qarşılanmanı gördük və məhz Laçın hava limanının lenti kəsildi. Bir daha vurğulamaq yerinə düşər, məhz iki ölkə rəhbərinin belə bir önəmli gündə, belə bir önəmli bir ərazinin, məkanın açılışında iştirak etməsi mesajlar özündə ehtiva eləyir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daimdir və bu bir çox istiqamətlərdə əməkdaşlıqda özünü ehtiva eləyir və bugün daha sonra isə zirvə toplantısı olacaq və zirvə toplantısından biz kadrları təqdim edəcəyik. Şahbaz Şərif, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında zirvə toplantısına qayıdaq istəyirəm. Orada danışılacaq mövzular önəmlidir çünki təkcə regionu özündə ehtiva eləmir. Bunlarla bağlı da təhlillərinizi alaq istəyirəm. Hesab edirəm ki, bu danışıqlar çox vacibdir hər üç ölkə üçün, xüsusi olaraq bizim region üçün. Ona görə ki, baxmayaraq ki, biz artıq öz ərazilərimizi azad eləmişik, suverenliyimizi təmin eləmişik, hələ də müəyyən qüvvələr mövcuddur ki, Cənubi Qafqazda yenə də köhnə o siyasətini həyata keçirmək üçün Ermənistanın vasitə kimi istifadə eləsinlər. Bu baxımdan bu üç tərəfli toplantı, burada aparılan danışıqlar, bu danışıqların nəticələri birmənalı olaraq Azərbaycanın maraqlarını regionda həyata keçirmək üçün bizə dəstək olacaq. Burada bir çox sahələrə, mən hesab edirəm bütün sahələrə toxunulacaq. İstər hərbi, istər təhlükəsizlik, istər iqtisadi və bir məsələyə toxunaq, biz bunu qeyd eləmədik, amma qeyd eləmək lazımdır. Qarabağla bağlı Azərbaycan apardığı bərpa işlərdə həddindən artıq çox turizm üçün də geniş imkanlar açılır. Bilirsiniz ki, dünən, 2 gün bundan əvvəl cənab prezident Laçında yeni kanat yolunun təməlini mərasimində iştirak eləyib və bunlar hamısı bu regionun turizm məkanı kimi inkişafı üçün geniş şərait yaradacaq. Bu baxımdan Türkiyənin, Pakistanın bu işdə də fəaliyyət göstərməsi, bu da Azərbaycana əlavə həm bizim insanlar üçün iş yerləri açacaq, həm iqtisadi dividendlər də gətirəcək. Hesab edirəm ki, üç tərəfli bu görüş vacibdir, tarixidir və bu tarixi görüşün məhz Azərbaycanın müstəqillik gününə düşməsi bir mənalı olaraq onu göstərir ki, Azərbaycanın müstəqil Azərbaycanın yanında, arxasında hər zaman üzr istəyirəm, Pakistan və Türkiyə kimi qardaş dövlətlər dayanacaq. Turizm potensialından danışdıq. Biz bir neçə dəfə vurğuladıq ki, işğaldan azad olunan ərazilərdə artıq açılan 3-cü beynəlxalq hava limanıdır. Məhz hava limanlarının beynəlxalq status alması da turizmə çox kömək edən məsələdir. Nəzərə almaq lazımdır ki, azad olunan ərazilərə sadəcə olaraq Azərbaycanda, Türkiyədə yox, sadəcə regional ölkələrdə yox, bütün dünyada maraq var və turistlər gəlib məhz bu əraziləri görmək istəyirlər. Buradakı yenidən qurma da çox sürətli şəkildə davam edir. Bu mənada bu hava limanlarına beynəlxalq statusun verilməsi də önəmlidir. Yəni, bunun turizmə hansı təsirləri var? Bir mənalı olaraq nəzərə almaq lazımdır. Bir statistikanı götürsək, turizmin demək olar ki, hardasa 80-90% məhz hava təyyarələri vasitəsilə həyata keçirir və bu baxımdan məhz Qarabağı turizm zonasının istifadə olunmasında bu üç hava limanının həddindən artıq böyük əhəmiyyəti var. Hesab edirəm ki, gələcəkdə birbaşa olaraq müxtəlif dövlətlərdən həmən o hava limanlarına turist axını olacaq. Artıq bizim Xankəndidə, Şuşada, başqa azad olunmuş, bərpa olunmuş şəhərlərimizdə kifayət qədər yeni müasir otellər tikilir, turistlər üçün maraqlı bir məkanlar yaranır. Ümumiyyətlə, oranın təbiəti, oranın tarixi, onlar hamısı hesab edirəm ki, bu sahə üçün çox vacibdir turistləri cəlb eləmək üçün. Və hava limanları da bu işin içində hesab edirəm ki, ən vacib məqamlardan biri olacaq. Ona görə ki, turistlərin birbaşa olaraq əziyyətsiz o məkana daxil olmaq üçün şərait yaradacaq. Əlverişliyi də artırmış olur belə olan halda. Biz əslində açılış mərasimindən öncə iqtisadi əməkdaşlıq üzərində danışırdıq. Bir qədər ora geri dönmək istəyirəm. Çünki iqtisadi əməkdaşlıqla bağlı məhz Azərbaycan-Pakistan arasındakı əlaqələrin genişləndirilməsi önəmlidir. İki ölkə arasında bu əlaqələr var. Uzun illərdir davam edir və Pakistan əlbəttə ki, şirkətlərinin işğaldan azad olunan ərazilərə marağından danışırdı. Bu
baxımdan neft-qaz məsələlərində də biz Pakistanla birgə işləyirik və Türkiyə məsələsi artıq bəllidir, hər kəsə TANAP layihəsi hər kəsə bəllidir. Əlbəttə ki, Iğdır-Naxçıvan kəməri bizim üçün bəllidir. Mən istəyirəm biraz da Pakistan istiqamətində danışaq. Neft-qaz ixracı ilə bağlı əməkdaşlığın genişləndirilməsi hansı müsbət təsirləri verəcək və bu istiqamətdə əməkdaşlıq genişləndirilərsə artıq Azərbaycan üçün hansı imkanlar açılmış olur? Birincisi, bu sahədə Pakistan bazarı kifayət qədər cəlb edicidir və böyükdür Azərbaycan üçün. Nəzərə almaq lazımdır ki, Azərbaycan neft və qaz sahəsində həddindən artıq regionda ən yüksək təcrübə toplamış dövlətdir və biz bu günləri qaz ixracımızı əgər Avropa istiqamətində təmin ediriksə, Pakistana da biz deməli, maye qazının göndərilməsi baxımından danışıqlar aparılır. Bu sahədə geniş imkanlar var və hesab edirəm ki, bu perspektiv bir istiqamətdir. Orta koridor fəaliyyətə başlayanda geniş miqyasda hesab edirəm. Burada məhz orta koridorun vasitəsilə biz bu qaz təminatını keçidə bilərik Pakistanda. Pakistanın şəhər infrastruktur və yol tikinti sahəsində Azərbaycan şirkətləri artıq fəaliyyətə başlayıblar. Pakistanla kənd təsərrüfatı sahəsində bilirsiniz ki, Pakistan düyü ixracı ilə bağlı kifayət qədər təcrübəli bir dövlətdir. Hesab edirəm ki, imkanlar çox genişdir. Pakistan bazarı Azərbaycan üçün həddindən artıq cəlb edicidir və nəzərə almaq lazımdır ki, bugünkü Pakistanın rəhbərliyi və gələcəkdə də hər zaman Azərbaycan şirkətləri üçün prioritet şərait yaradacaq. Orta dəhlizin əhəmiyyətinə toxunuruqsa, Pakistanın burada önəmindən danışırıqsa, Çin üçün də maraqlıdır. Əlbəttə ki, Çin üçün ən önəmli məqamdır və məhz burada biz Zəngəzur dəhlizi məsələsini qabardırıq. Zaman-zaman orta dəhlizin önəmli bir hissəsi olduğu üçün məhz Pakistanla bu istiqamətdə iqtisadi istiqamət məhz neft-qaz istiqamətini, əməkdaşlığımızın genişləndirilməsini Çin də istəyir. Çin bunun üçün sadəcə olaraq münbit bir belə deyək, tarixi şərait, zaman yarada bilər və Azərbaycan məhz Pakistanla bu istiqamətdə əməkdaşlığı genişləndirirsə, Mərkəzi Asiya olsun, Çin olsun, Uzaq Şərq, daha doğrusu Şərq istiqaməti olsun. Həmin ölkələrlə bəs neft-qaz ixracı ilə bağlı hansı yeni addımlar atıla bilər? Hesab edirəm ki, Pakistanla bizim əməkdaşlığımız əlbəttə ki, Çin tərəfindən müsbət qəbul olunacaq. Ona görə ki, Çin Pakistanla müttəqib ölkələrdir və Çin Pakistanla kifayət qədər geniş iqtisadi, hətta hərbi sənaye kompleksində böyük işlər görürlər. Bu günləri Pakistanın o müasir hərbi qırıcıları məhz bir çox hallarda Çin texnologiyalarından istifadə olunur. Orta Asiya ölkələri bizim üçün qardaş ölkələridir. Orta Asiya ölkələri də özləri də neft, qaz məhsullarına malikdirlər. Hesab edirəm, birgə bu yaxınlarda SOCAR-la Qazaxıstanın, Özbəkistanın neft şirkətləri birgə bəyannamələr də elan ediblər. Bu, hər bir bizim Türk dövlətlərimizin strateji maraqlarından irəli gələn məsələdir ki, Pakistanla bu sayədə əməkdaşlıq eləmək və hesab edirəm ki, məhz orta koridorun mövcud olması bunun üçün kifayət qədər imkanlar yaradır. Bizim potensialımız, marağımız, istəyimiz hesab edirəm ki, gələcəkdə çox böyük nailiyyətlər verəcək bu sahədə bizim əməkdaşlığımıza. Zəngəzur dəhlizi məsələsinə toxunduq. Zəngəzur dəhlizi isə, gəlin o Zəngəzur məsələsinə mütləq toxunaq. Zəngəzur koridorla bağlı orta dəhliz bu günləri biz Bakı-Tbilisi-Kars vasitəsində həyata keçirdik. Bilirsiniz ki, son dövrlər Azərbaycan modernləşmə işləri aparmışdı və yük daşımağı ildə 1 milyon tondan 5 milyon tona qaldırmışdı. Amma hesab edirəm ki, Zəngəzur koridorunun açılması orta dəhlizə əlavə bir dəstək olacaq. Ona görə ki, bu həm də Azərbaycandan Türkiyə gedən yüklərin daşınma vaxtını azaldacaq, yəni onun qiymətini azaldacaq və dünya deməli bu sahədə fəaliyyət göstərən istiqamətlərdə bizim bu Zəngəzur koridoru ilə göndərilən yüklər rəqabətli olacaq. Bu baxımdan bu bizə imkan verəcək ki, Çindən, Orta Asiyadan gələn yüklərin sayını artırmağa, istər Türkiyə gedən, istər Avropa gedən və əks istiqamətdə. Və Zəngəzur koridoru çox böyük əhəmiyyət daşıyır və bugünkü görüş bir mənalı olaraq Zəngəzur koridorunun açılmasına, fəaliyyət göstərməsinə də dəstək olacaq.
Elə bu mənada hansı bu baxımdan necə təsirləri ola bilər sual ünvanlamaq istəyirdim sizə. Əlbəttə ki, regional məsələlərdən danışılırsa, normallaşma prosesindən müzakirələr həyata keçiriləcəksə, Zəngəzur dəhlizi hər üç ölkə üçün önəmli olduğu üçün bu istiqamətdə də müzakirələr mütləq ki olacaq, açıqlamalar olacaq. Siz necə dəyərləndirirsiniz? Məhz Pakistandan gələcəyi açıqlama bizim üçün də bir qədər maraqlıdır. Çünki Türkiyənin artıq biz mövqeyini bilirik burada. Necə açıqlamalar gələcək? Mən hesab edirəm ki, onlar onu dəstəkləyəcəklər və bu dəstəyin arxasında belə bir fikir dayanacaq ki, məhz bu koridorun əleyhinə çıxış eləyən regional dövlətlər, adlarını çəkmək istəmirəm, Ermənistana təzyiq eləyənlər və s. onlar da artıq anlayacaqlar ki, məhz bu bugünkü danışıqlardan sonra, bu cür əhəmiyyətli tədbirdən sonra, bu cür böyük güclərin Cənubi Qafqazda cəmləşdiyini nəzərə alaraq, artıq o Zəngəzur koridorunun açılmasını əleyhinə çıxan qüvvələr də öz təsirlərini azaldacaqlar. Aydındır. Təsir edən qüvvələrdən danışırıqsa, biz öncə Hindistanın Ermənistanı silahlandırması məsələsinə toxunduq müzakirələrimizin əvvəlində. Bir qədər də Fransa məsələsinə toxunmaq istəyirəm. Biz Fransanın İran vasitəsilə olsun, digər vasitələrlə olsun Ermənistana məhz silah ötürdüyünü bilirik. Zəngəzur dəhlizi məsələsində də Fransanın bu mənada tutumu necədir, onu da bizə bəllidir. Hindistana mesajlar hansı yöndə gedəcək, bunu danışdıq. Həmçinin Fransaya da mesajlar olacaq. Yəni sadəcə olaraq Azərbaycan, daha doğrusu Türkiyə və Pakistan liderlərinin bir araya gəlməsi bu müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirməsi yox, həm də bizim müdafiə baxımından birgə olduğumuzu göstərir. Bu mənada Fransaya mesajları necə dəyərləndirirsiniz? Şübhəsiz, hesab edirəm ki, Fransada da hardasa siyasətçilər belə deyim də, artıq düşünüb bir qərar verəcəklər ki, onların Cənubi Qafqazda apardığı o Azərbaycan əleyhinə fəaliyyəti heç bir nəticə vermir, heç bir perspektiv vermir və Ermənistanı silahlandırmaq sadəcə olaraq onlar tərəfindən vaxt itkisidir, maliyyə itkisidir və heç bir əhəmiyyət kəsb eləməyəcək. Ona görə ki, istər 44 günlük müharibə vaxtı, ən kritik vaxtlar Fransanın dəstəyi heç bir nailiyyət Ermənistan üçün gətirmədi. Bugünkü gün isə artıq Azərbaycan bütün o bizi narahat edən məqamları artıq aradan götürdüyündən sonra, bütün bu bərpa işlərini təmin eləyəndə, bizim silahlı qüvvələrin inkişafını təmin eləyəndə və bizim arxamızda, yenə də təkrarlanıram, Türkiyə kimi, Pakistan kimi hərbi cəhətdən güclü dövlətlərin olması və bugünkü tədbirdə onların çox güman ki, bunu elan eləyəcəklər, Azərbaycana dəstəyi, Azərbaycanın suverenliyini, Cənubi Qafqazda sülh proseslərinə dəstəyi və məhz sülh prosesləri məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında olacaq və bu şərtlər həddindən artıq ədalətlidir və beynəlxalq qanunvericiyə cavab verir və Ermənistan üçün də bu günləri ən əlverişlidir ki, Cənubi Qafqazda inkişafı üçün bir yol görsün və xarici qüvvələr, o cümlədən Fransanın dəstəyi heç bir nəticə verməyəcək. Düşünürəm ki, Fransanın da daxilində olan Ermənistan diasporası, ermənipərəst qüvvələr, onlar da artıq anlayacaqlar ki, bu siyasəti həyata keçirməyin heç bir perspektivi yoxdur. Anladıqdan sonra artıq Azərbaycanın o iki şərtinin qəbul edilməsi ilə bağlı irəli addımlar gözlənilirmi yaxın dönəmlərdə? Verilən açıqlamalar əksini deyir, yəni sülhə hazırıq, tez imzalanmasını istəyirik deyirlər, amma şərtlərə gəlincə orada bir durğunluq yaşanır Ermənistan tərəfində. Hesab eləmirəm ki, Ermənistan tərəfi bu şərtlərdən yayına biləcək. Ermənistan tərəfinin heç bir çıxış yolu yoxdur. Ermənistan tərəfi gec-tez bunu həyata keçirdəcək. Bundan əvvəl də bizim irəli sürdüyümüz bir çox şərtlərlə bağlı olan yanaşması elə idi və son nəticədə onlar məcbur olub Azərbaycanın irəli sürdüyü fikirləri qəbul edirdilər və son iki şərtlə də bağlı həmən taliyə gözləyir bunu və bugünkü tədbir məhz bu prosesi tezləşdirəcək. Aydın, Nikol Paşinyan bayaq bir açıqlaması oldu. Azərbaycanla sülhün imzalanması istiqamətində danışıqlarımız davam edir. Eyni zamanda Türkiyə ilə də aktiv diyalogumuz var dedim. Bu önəmli məqam idi. Biz bilirik ki, Türkiyə ilə danışıqlar, normallaşma Azərbaycanla paralel şəkildə aparılır. Ermənistanda önəm verdiyi istiqamətlərdən bir digəri əlbəttə ki, Türkiyədir. Bəlkə də ən önəmlisi Türkiyədir. Çünki Ermənistanın hazırda əsas məqsədi blokadadan çıxmaqdır. Bilir ki, bunun üçün də əlbəttə ki, çarə və yol Azərbaycan-Türkiyə münasibətləridir. Onlarla münasibət
münasibətləri yaxşılaşdırmaq. Bugün verdi Nikol Paşinyan bu açıqlamanı, məhz bu tarixi gündə. Bu baxımdan həmin açıqlamanı necə dəyərləndirirsiniz? Nikol Paşinyan başa düşür və başa düşməlidir ki, istənilən Türkiyənin apardığı danışıqlar, istənilən Türkiyənin danışıqlarda əldə elədiyi nəticələr heç bir əhəmiyyət verməyəcək o zamana qədər ki, Azərbaycanla ortalıqda olan məsələlər aradan qaldırmayana qədər. Bunu birmənalı olaraq Türkiyənin prezidenti, Türkiyənin xarici İşlər naziri, Türkiyənin bütün rəsmiləri dəfələrlə elan ediblər. Və Ermənistan tərəfi belə bir cəhdlər eləməyi, separatist hərəkətlər eləməyi, Türkiyə ilə danışıqları Azərbaycanla danışıqlardan ayırmaq cəhdləri heç bir əhəmiyyəti yoxdur, heç bir nəticə verməyəcək. Bu baxımdan Nikol Paşinyan üçün ən vacib məqam, ən əlverişli yol Azərbaycanla məsələləri həll edəndən sonra hesab edirəm ki, Türkiyədə bundan sonra münasibətlərini Ermənistana bərpa edəcək. Çox sağ olun Murad bəy. Təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz və bizlə bərabər bütün bu prosesi şərh elədiniz. Çox sağ olun. Çox sağ olun. Bəli, bugün önəmli bir gün idi. Laçında Beynəlxalq Hava Limanının açılışı həyata keçirildi. Mərasimi təqdim etdik canlı-canlı və bütün bu məsələlər üzərində Rəcəb Tayyip Erdoğan, Prezident İlham Əliyev və Şahbaz Şərifin gözlənilən zirvə toplantısı ilə bağlı təhlillər apardıq. 3 ölkənin birgə göndərəcəyi mesajlar və bu mesajlardakı əsas hədəflər hansıları idi? Əməkdaşlığın genişləndirilməsi və müxtəlif istiqamətləri təhlil etdi.